Biz davam edirik. Amerika Birləşmiş Ştatlarının qızıl kartı haqqında danışacağıq. Amerika Birləşmiş Ştatlarında dünya milyonçularının 37% yaşayır. Ora köçən də var, orada böyüyüb, doğulub böyüyənlər də var təbii ki. Və Amerika Birləşmiş Ştatları ümumiyyətlə imkanlar ölkəsi kimi həmişə qələmə verilir. İstənilən insan istedadı varsa, bacarığı və əzmi varsa, istənilən nəticəni əldə edə bilər. Sıfırdan milyonçu olmaq mümkündür. Bu barədə danışılır. İndiyə qədər Green Card vardı və istənilən insan Green Card'a müraciət edə bilirdi və lotereya kimi onu udan da Amerikaya köçə bilərdi. Məsəl üçün, Azərbaycandan Elariz Məmmədoğlu köçüb gedib və elə o vaxtdan da Amerikada yaşayır, elə orada da öz fəaliyyətini davam edir müğənnimiz. Amma indi deyilənə görə bu proqram ümumiyyətlə ləğv olunacaq. Çünki onun əvəz edicisi meydana gəlib. Qızıl kart 5 milyon dollar müqabilində satılır. Yalnız imkanlı insanlar onu ala bilər və ölkədə məskunlaşa bilər. Bununla da bağlı Green Card erası deyəsən sona çatır. Bu barədə biz Real televiziyasının xüsusi müxbiri, Amerikadakı xüsusi müxbiri Kamran Qasımovla danışacaq. Kamran, axşamın xeyir. Salam, bir axşamınız xeyir. Bizdə axşamdır, sizdə gündüzdür. Kamran, Green Card ləğv oluna bilərmi tam olaraq? Deməli, təşəkkür edirəm. Əvvəla, Real TV-dən razı olsun, xüsusi olaraq Amerikadan sualınızı cavablandırıram. Deməli, son vəziyyət belədir. Green Card hazırda, yəni yaşıl kart fəaliyyətdədir. Yəni onu heç kim ləğv eləmir. Sadəcə olaraq Donald Trump bu günlərdə, yəni ötən gün belə bir qərar imzaladı və qərar artıq qüvvəyə minib. Bu qərara əsasən, deməli, ölkə ərazisində hətta legal yaşayan, sığınacaq almış didərginlər, daşqınlar belə, hətta sonradan ölkənin qanunsuz keçmələrinə baxmayaraq iş icazələri almış və müvafiq olaraq statuslarını dəyişmək istəyən şəxslər belə artıq Green Card müraciətində bir qədər ləngiyəcəklər. Yəni onların Green Card müraciətlərinə baxılması Miqrasiya Xidməti, yəni Homeland Security, USA tərəfindən dayandırılıb. Çünki bildiyimiz kimi miqrantlara qarşı son 2 ay ərzində, yəni yanvarın 20-sindən etibarən çox güclü bir kampaniya gedir. Yəni qanunsuz miqrantlar ölkə ərazisindən çıxarılır. Kolumbiya, Venezuela, düzdür. Latin Amerika ölkələrində əslində kifayət qədər fikir ayrılığı vardır Birləşmiş Ştatlarından, amma hökumətlər birmənalı şəkildə qanunsuz miqrasiyanı pisləyirlər. Və mən sualınıza cavab olaraq onu deyə bilərəm ki, Green Card ləğv olunması hazırda, lotereya ki biz deyirik, belə bir məsələ hazırda yoxdur. Təklif var, qanun layihəsi var, Race Act deyirlər ona və Trump onu dəstəkləyir. Çünki əslində Amerika hökuməti istəyir ki, xüsusilə konservatorlar, yəni respublikaçılar istəyir ki, Green Card'ı ya ləğv etsinlər, ya da onun apply, yəni müraciət etmək imkanlarını, kapasitələrini azaltsınlar. Məsələn, tutaq ki, hər il, məsələn, Ukraynadan tutaq ki, 1000-dən yuxarı insan Green Card sahibi olurdu. Bu olsun 200. Amma qanun layihəsində 2 məsələ nəzərdə tutulur. Ya tam ləğv, ya da sayın kifayət qədər azaldılması. Yəni, tutaq ki, Azərbaycandan 700-dən artıq insan keçən müqalib olub, məlumatlara görə. Növbəti il əgər belə bir şey olsa, bu artıq 300 elə bilər, 200 elə bilər. Yəni, bununla da ölkəyə miqrant axınının qarşısını almağa çalışırlar. Bilirsiniz, burada biznes viza var. Yəni, əvvəl belə idi ki, 500 min dollar investisiya verib, sən Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərə bilərdin, yəni gəlib burada yaşaya bilərdin və icazə alırdın aktif olaraq. Amma Donald Trump'ın qızıl kartı və deyilənə görə artıq 30 qızıl kart satılıb, 5 milyon dollar həcmindədir. Bu, sahibkarlara imkan verir ki, onlar Amerikaya gəlib öz işlərini, bizneslərini burada görsünlər. Təbii ki, burada texniki prosedurlar var, texniki çatışmazlıqlar hələ də var, çünki yeni bir sistemdir. Amma birmənalı şəkildə Ağev bəyan edib ki, uğurlu şəkildə həyata keçirilir bu proses və bununla bağlı artıq Dövlət Departamenti də Ağevdə
birgə fəaliyyət aparırlar və təbii ki, müəyyən prosedurlar var ki, onları Konqres ölkə qanunvericiliyinə əsasən təsdiqləməlidir. Amma cəmiyyətdə çox sərt bir fikir dolaşır ki, güya Green Card ləğv olunub, güya Green Card yoxdur, yox. Bu, Amerikada hazırda yaşayan insanlara aiddir ki, onlar qanunsuz olaraq sərhədli keçmişlər, amma sonradan hansısa bir yolla öz statuslarını qanuniləşdirmişdilər. Yəni Homeland Security təşkilatı tərəfindən, miqrasiya xidməti tərəfindən və bana görürsünüz ki, baxın maşın keçdi buradan ağ. Bu həmin o ağ maşınlar Homeland Security-nin maşınlarıdır. Onlar ACE deyirlər. Yəni onlar miqrantları axtarırlar, qanunsuz miqrantları. Və onu da deyim ki, bəli, yəni axtarırlar müəyyən qədər şəhərin mərkəzində tutaq ki, əcnəbi dildə danışan, yaxud özünü pis aparan, pis rəftar edən insanları axtarırlar və onları müvafiq yerlərə göndərirlər, sorğu-sual üçün aparırlar. Hə, Green Card ləğv olunmuyor. Green Card sadəcə olaraq hazırda burada yaşayan insanlar üçün müraciətlərin baxılması dayandırılır. Və heç kəs də müraciət edə bilməz. Və onu da deyim ki, əgər qanun qüvvəyə minərsə, Trumpın dəstək elədiyi Race Act qüvvəyə minərsə, bu ilin məsələn oktyabr ayında artıq Green Card ləğv oluna bilər, yaxud buna müraciət edən insanlar üçün artıq limit qoyula bilər. Məsələn, artıq sistemə daxil olduqda bilinə bilər ki, sistem doludur və siz müraciət edə bilməzsiniz. Bax, belə bir vəziyyəti çalışdıq ki, izah edək. Kəmran Qasımov, Real TV xüsusi olaraq ayrı üçün. Təşəkkür edirəm Kəmran, minnətdaram sənə. Umud edirəm ki, bu təhsil proqramları öz qüvvəsində qalacaq. Çünki bu çox önəmlidir. Yaxşı universitetlər var Amerikada. Təhsil alan insanlar da bəlkə orada qala bilir və yaxud da ki, öz vətəninə qayıdır. Necə ki, bizim də Amerikada təhsil alan çox aydın, çox zəkalı, yüksək zəkalı azərbaycanlılarımız var.